Bismillahirrahmanirrahim. Əziz müsəlman qardaş və bacılarım, Allah Subhanahu teala Qurani Kərimdə müsəlmanların qəlblərini bir-birinə birləşdirdiyini xəbər verir. Peyğəmbər sallallahu aleyhi və sələmə buyurur ki, "Ləv ənfaqtə mə fil ardı cəmiən mə əlləftə beynə qulubihim." Əgər sən yer üzündə olan var dövlətin hamısını onlara xərcləsəydin, onların qəlblərini birləşdirə bilməzdin. Lakin Allah onların qəlbini birləşdirdi. Diqqət edin, burada söhbət kimdən gedir bilirsiniz? Mədinədə uzun illər Avs və Xazrəc qəbiləsinin nümayəndələri var idi ki, hansıdır ki, bir-biri ilə vuruşurdular. Aralarında ədavət, düşmənçilik var idi. Lakin Peyğəmbər sallallahu aleyhi və səlləm onlara İslam dinini gətirdi. Yəni, təvhid, Allahın tək ilah olduğunu onlara öyrətdi və onlar bunun sayəsində qardaş oldular. İndiki müsəlmanlar görürsünüz, nə qədər firqələr, məzhəblər, təriqətlər, bunların birləşməsi üçün, qardaş olması üçün yeganə vasitə təvhiddir. Diqqət edin, vəhdət sözü də buradan götürülüb, təvhid. O təvhidlə müsəlmanlar yenidən birləşə bilərlər. Bunun üçün müsəlmanlar nə etməlidir? Bunun üçün müsəlmanlar o fiqhi məsələləri kənara qoymalıdır. Fiqhi məsələlərdə öz aralarında ədavət salmamalıdırlar, düşmənçilik aparmamalıdırlar. Həmçinin tarixi məsələlər, 15 əsr bundan əvvəl nələr baş verib, onları indi gündəmə gətirib, onlar barədə danışıb və bunun sayəsində ədavət salmaq, yəni bu həqiqətən də ağılsızlıqdır. Diqqət edin, indiki zamanda kimsə 15 əsr bundan əvvəl baş vermiş hadisəni danışmaqla o dövrdəki insanlara nə pislik eləyə bilər, nə zərər vura bilər? Heç nə. Məsələn üçün, indi oturub kimsə Abu Bakrı, Öməri, Osmanı söysün, kimsə də əlini söysün. Amma biz nə deyirik? Biz deyirik, radiyallahu anhum, Allah onların hamısından razıdır. Kimsə onları söyməklə, güya onlara nəsə bir zərər yetirir, yox. Onları söyməklə indiki müsəlmanlar arasında ədavət yaradırlar. Bunun da sonu özünüz görürsünüz. Bir çox ölkələrdə çox pis nəticələnir. Hətta silahlı qarşı durmaya gətirib çıxarır. Ona görə də biz həmişə deyirik ki, qardaşlar, tarixi məsələləri, fikri məsələləri kənara qoyun. Yalnız təvhid üzərində birləşin. Bəli, kimsə təvhidə xələl bir hərəkət eləsə, şirk, küfr eləsə və s. əlbəttə ki, biz onu ya başa salarıq, başa düşməsə ondan uzaq durarıq. Amma yerdə qalan məsələlər ki var, fikri məsələlər, tarixi məsələlər, bunları gündəmə gətirib müsəlmanlar arasına ədavət salmaq həqiqətən də hikmətsizlikdir. Allahdan istəyimiz budur ki, Allah Subhanahu teala müsəlmanlar arasında sülh, əmin-amanlıq yaranmasına, birliyin yaranmasına, mehribançılığın olmasına onlara müvəffəqiyyət versin. Subhanakallahumma və bihamdik, əşhədü ən la ilahə illə ənt, əstəğfiruka və atubu ileyk.